Kaydımlar hamısı hakkında müsbət demək olar, ancaq mən daha çox cəlb edirəm. Tələb olur. Alkışlar şoranı. Yarın mənim seçimimi görə. Teşekkür ederim. Çok sağ olun. Ne kadar cevap satır. Bu dastanın yalnız bir qəhrəman hikayəsi deyil. Sadece farklı tarifinin mübazəsindən və onun nəşrəsidir. Dastan 3 hissədən ibarətdir. Manas, onun ağzını deyil və nəvəsi sevilir. Əsərin ölçəsində isə Manaslanır. Bu xalqını birləşdirən düşmənlərə qarşı mübarizə aparır. Din və ədalət öldürməkdir. Onun yanında həyat eləşi komedi və müdəş məsləhəti Bakıçının obrazlar yer alır. Dastanın əsası həmçinin xalqın azadlıq etmənin mübarizəsi və komediyasıdır. Burada vətənpərvərlik, qəhrəmanlıq, sədaqət və ədalət kimi dəyərli onun fonasıdır. Təxminən yarım ildir Gözlətmişik. Komandamızın rəhbəri Məmmədov Solmazdır və bizim komandamızda da Paşayev Şəfək, Hüseyin Nuray, Abbaslı Nurgül, Məmmədov Solmaz yer alır. İndi bu Koroğlu dastanı haqqında məlumat verək. Koroğlu dastanı ümumilikdə Türk dünyasının ən qədim, ən məşhur dastanlarından biri hesab olunur. Bu dastan xalq yaradıcılığından törəyib və əsrlər boyu şifahi şəkildə nəsildən nəsilə ötürülmüşdür. Dastanın müxtəlif formaları Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Türkmənistan kimi ölkələrdə də yer alır və digər türk xalqlarında da yer alır. Dastanın baş qəhrəmanı Rövşəndir. Rövşən tarixi şəxsiyyət olaraq Yaxın Şərqdə və Qafqazda Cəlalət hərəkatının, yəni kəndli üsyanının başçısı olaraq da verilmişdir tarixi mənbələrdə və rəvayətə görə onun birinci əvvəlcə münasibəti şəxsi intiqam olsa da daha sonra böyük vüsət almışdır. Koroğlu dastanı yalnız ədəbiyyatda deyil, musiqidə də böyük yer tutur. Eyni zamanda məşhur bəstəkar Üzeyir Hacıbəyli də Koroğlu operasını yazmışdır. Rəvayətə görə Rövşənin atası Alı kişi Həsən xanın ilxısı idi. Bir gün Həsən xan ondan çox güclü, heç kimdə olmayan atlar gətirməsini istəyir. Alı kişi də dəniz atından törəmə iki dənə at gətirir. Bundan qəzəblənən Həsən xan elə bilir ki, Alı kişi onu ələ salır. Bunun qəzəbi ilə Alı kişini kör edir. Bundan sonra Korun oğlu mənasını verən Koroğlu Rövşənin rəqəbi olur. Atasının intiqamını almaq üçün səni belə tutan bir qəhrəman. Zirvəsi duman, sığmazlar haqq olan məkan sənindir bəy. 7727 dəli yıllardan əvvəl Haqqarada toplumda döyüşlər sarsılmaz güc. Koroğlunun can dostu mənzili 1340-da qətlən qırar. Bir əlində qılız, haqqın dayağı, bir əlində saz, xalqın oyanışı. Sədaqlı Sağlıq sədası altında yazılan bir tarix var. Tüfəng sıxdı, mərdik olundu. Koroğlu ruhu heç vaxt ölmədi. Sadəcə dastandan çıxıb tarixin yaddaşına köçdü. Məndən salam olsun Paşaya bəyə, düşsün yollarına. Video təqdim elədiyiniz boyda video çəkək. Bu Türk xalqlarının ən məşhur və Azərbaycan ərazisində ən qədim və məşhur dastanlardan biridir. Burada bir baş rolda da pedaqoqluq iştirak edir, böyük məsələlər. Bir də bu çox tədqiqatçıların nəzərlədiyi ki, Sovetdə çox əvvəldə baş verir. Alpanış, şuurlu və pedaqoqluq dastanlarından çox ədəbiyyatlarını müqayisə edilir. Gəlin bu gün 4-5 dastan olan Manas, Alpanış, Koroğlu və Dədə Qorqud dastanlarının oxşar və fərqli cəhətlərini müqayisə edirik. Bu dastanlar Türk dünyasının ən qədim və zəngin mədəni irs nümunələrindəndir. İlk olaraq onların oxşar cəhətlərindən nəzər salaq. Bu dastanların hamısında qəhrəmanlıq əsas mövzudur. Bu dastanlarda vətən sevgisi, dostluq, sədaqət və ailə dəyərləri xüsusi yer tutur. Qəhrəmanlar təkcə döyüşçü deyil, həm də mənəvi dəyərlərə bağlı insanlardır. Eyni zamanda bu əsərlər şifahi xalq ədəbiyyatına aiddir və uzun illər boyu nəsildən nəslə ötürülərək günümüzə gəlib çatmışdır. Bəzi hallarda qeyri-adi güc, igidlik və mifoloji elementlər də bu dastanlarda özünü göstərir.
İndi isə fərqəzənliklərə baxaq. Manas dastanı ən iri və geniş həcmli dastanlardan biridir. Burada böyük döyüşlər, xalqın birliyi və qəhrəmanın lideri xüsusiyyətləri aydınlandadır. Almamış dastanı isə daha çox şəxsi həyat, sevgi və sədaqət üzərində qurulmuşdur. Burada qəhrəmanın daxili gücü və sevgiyə bağlılığı diqqət çəkir. Çorablı dastanları digərlərindən fərqli olaraq daha üsyankar ruh daşıyır. Burada qəhrəman zülmə və haksızlığa qarşı çıxır, xalqın haqqını qoruyur və ədalət uğrunda mübarizə aparır. Pedaqoqluq dastanları isə bir neçə ayrı hekayədən, oylardan ibarətdir. Burada yalnız qəhrəmanlıq deyil, həm də müdriklik həyat təcrübəsi, ailə münasibətləri və əxlaqi dəyərlər ön plana çıxır. Pedaqoqluq obrazı isə ağsaqqal və yol göstərən müdrik şəxs kimi çıxış edir. Məncə bu dastanlar oxşar dəyərləri qayğısı da hər biri özünə məxsus mövzu, qəhrəman fikir və istiqamət fikir. Sonra deyə bilərik ki, bu dastanlar Ürün sonunda 1991-də 6 qərar dastanın ünlüyünün qeydedilməsi baxımından əhəmiyyət qərar edilir. Dastan bütçəsi hissədən ibarətdir. Manas, sonetlər və sevgi. Dastanın səhifələri konkret bir sırada deyil. Yalnız müxtəlif yazarlar onun minlərlə səhifədən ibarət olduğunu deyirlər. Əsər haqqında qısa məlumat verilənən sonra çəkilir əsərin məcmuəsi. O, uca dağların ətrəkdə tarixin səhifələrinə mavi rəngdə deyil, ilimizdə yazılmış minlərlə dastanlar var. Elə bu dastanlardan biri də Manas dastanıdır. Qalanlıq bir dövrür. Xalq qorxu içində ülkələr üstəlməyirlər. Bunlar üçün milyar dillərdə dolaşır. Manas. Baxışlarda çox yetkiyə minlərlə sadıqın üstündə uşaqlar getirilir. Bu bir ordunun deyil, bir xalqın iradəsidir. O, sadəcə bir dövrü deyildir. O, bir xalqın irəli, birliyi, səhviydir. Düşmən qarşısında yeri çəkilmədir. Xalqın gücünü canlı verə bilməlidir. Aklın nə? Dastan Qırğız xalq məxsusdur. Yəni Qırğızların ən böyük dastanlarından biridir və ən məşhurdur. Hətta UNESCO tərəfindən də tanıdıqdır, yəni dastan. Və burada əsas Manasdır, yəni Manas, baş gəlmə Manasdır. Və burada onun iciliyindən bəhs olunur. Əsərin başlanması ilə Manasın yazılması ilə başlanır. Və burada Manas əlavə digər baş obrazlar var. Bunlar Kankeydi, Semidiydi və Seyirçdir və Manas dastanı 3 hissədən ibarətdir. Birinci Manasın özündən və bu hissədə Manasın doğulması, onun iciliyi, qəhrəmanlığı, Qırğız xalqının həyaya gətirməsinə başlanır. Digər ikinci hissədə isə burada Semidiydi və Semidiydi isə Manasın öz oğludur və burada atasının yolunu bilir. Yəni eyni olduğu kimi Qırğız xalqını bir araya gətirir. Digər üçüncü hissədə isə Seyirçdir. Seyirçdir Semidiyyə ilə olur. Burada isə digər olan fərqli olaraq Seyirç atasının intiqamını alır, çünki atasının öldürmüşdülər o və o da geri alır ki, yəni atasının intiqamını alsın və eyni zamanda hər cümlədə oxşar çərçivə ki, burada vətən birliyindən bəhs olunur, Qırğız xalqının bir ailətindən bəhs olunur və bu əsər əsasən 9-10-cu əsrə aiddir. Hətta Uyğur dövlətin mövcudluğu olduğu dövrə də aiddir və Manas özü də bir neçə şəxslikdə aiddir, yəni onun prototipi olduğu düşünülür. Məsələn, dastanı haqqında video çəkmişdim. Ağac dastanı şöhrətinin ən qədim və maraqlı dastanlarından biridir. Bu da sadəcə bir xalqı deyil, çox bir coğrafi ərazinin türkləri əhatə edir bu dastan. Dastanın çoxlu mərhələləri var, amma ilk öncə 6-8-ci əsrlərdə meydana çıxmışdır. Ondan sonra isə daha çox qəhrəmanları edilmişdir. Hikayemiz qədim zamanlarda 30 bucaqsız qovra köylərində başlar. Bura ikilər az belində bölgüyür, yolu azad bir torpaqdır. Dağların kəndə qoyulan küçək çadırları, hər oxumda hiss olunan küçək həyatın çətinlikləri insanlar xarakteri lakin mükəmməldirmişdir. Bu geniş dastanın qəhrəmanı xalqın ömrünü almamışdır. Bu uşaqlıqdan bəri bəd olduğu gözələr gözəl barışı üçün uzaq yollara çıxır, qan bu xalqın çətin sənlərından keçir. Alxamış sadəcə riski gücüyə deyil, həm də sədaqətə iradə hissədən qalır. Yetim boyunca qalmasına baxmayaraq yolu sınır. Vətənə qatil isə bu zəyin pərişan, ailəsini qarda görsə də zəfər sonra ədalətə dərdə edir. Alxamış dastanı sevgi, dostluq və doğma ilə bağlılığın ölməz hikayəsidir. İdilliyi və fərqli dəyişən bir faktör. Onların həyatı torpaq qədərliyində, ak qədər ağlar, böyük qədər rəhlidir. Bu yet yalnız bir yurt deyildir, bu yet birliyidir, bilgidir, ruhidir. Hər ikinin ürəyi torpaq bildirilmişdir. Amma o zatlardan qarı kütəklərdir. Düşmən yolda bu torpağı tutmuşdur. Oğul elini ağır düşmən tutmuşdur. Qazan halk ücretləri bir araya tutmalıdır. Bu yurt bizimdir. Onu qorumaq tərzimizin namusludur. Bamsı beylər verdiyi dəqiqliklər əhval. Onların gözündə qorxu yox idi. Türk güləşlərində yalnız vətən vardı. Qılınçlar istiləndi, atlar hazırlandı, analar dua etdi, atalar telifon etdi.
Bu sadece döyüş değildi, bu varolun müddetidir. Kılınclar tutmuştur, atlar sahaya qalxdı. Yer titrədi, amma onun digər bir seçilmədi. Bəzən birinin cəsarəti bir xalqın tarihini dəyişər. Onun eli birliğini qorudu, çünki onlar birlikdə güclüydü. Bu daxtan yalnız keçmiş değil, bu bir xalqın ruhu, yaxşı və kimliyi. Atamın sözü, atamın çörəyi, sənə halal olsun, günah göstər.